Bölgələrdə nisiyə dəftəri mağazanın ən vacib hesab kitabıdır. İnsanlar maaşını alana qədər çörəyi, yağı, şəkəri nisiyə yazdırır. Bəzən o məbləğ gecikir, bəzən ümumiyyətlə gəlmir. Amma yenə də dəftərə yeni adlar, yeni rəqəmlər əlavə olunur. Ən çoxu 200-300 belə olur. Yəni ən çox alınan şeylər yağdır, düyüdür, bayrama görə. Həm verməmək də olmur, hamısı tanışdır, həm verməlisən də, yəni məcburdur. Amma çoxsu gedişdirir də, elə olur illərlə heç borcunu vermir, ya aldı gəlmir heç dükana. Orta hesabla belə var, nisiyəmiz çoxdur. 10 min, 12 min belə nisiyəmiz var. Ən aşağı səviyyəli belə deyil. Alırıq malı, veririk nisiyəyə, indi təzə mal almaq üçün cibimizdən pul veririk də. Yəni dövriyə olmalı ki, biz də dövriyə eləyək də, al-verimiz olsun. Satıcılar deyirlər ki, borc çox olsa belə, kimin sözünə yox deməyə dilləri gəlmir. Gündəlik tələbat malları üçün gəlib istəyən olursa, biz ona necə yox deyə bilmirik, veririk. Verəndə də elə insanlar var ki, sağ olsun, vaxtında gətirib çatdıra bilir. Elə insanlar da var ki, alır aylarla gətirmir. Hətta elə insan var illərlə gətirib vermir. Qəsəbə tipli yerdə hamımız bir-birimizi tanıyırıq burada. Gəlir ki, tutaq ki, mənə çörək ver və yaxud da yağ ver, qənd verirəm, pensiya veriləndə verirəm və yaxud da hansısa bir maaş alanda verirəm. Belədir. Verməmək də olmur, verəndə də işləmək olmur da. Tanıdığım adam da var, o qədər istəmişəm pulu verməyib, axırda zəng etmişəm ki, bunu sənə mən halal edirəm, halal xoşun olsun. Şəkidəki kiçik mağazalarda da vəziyyət fərqli deyil. Bu dəftərdə 300 insanın nisiyəsi var. Bunlardan ən azı 2 manat, ən çoxu isə 400 manatdır. Satıcılar deyir ki, bunsuz mümkün deyil. Baxmayaraq ki, onlar bütün mağazinlərdə yazıblar ki, nisiyə xidmət olunmur. Gəlir deyir, mənə bunu ver, onu ver. Axırda deyir, yaz. Və ayrı cür keçənmirik, yazırıq dəftərə. Pensionerlər məsələn gəlir, alır, aydan aya verir. Olmayanlar da alır, deyir ki, verəcəm bugün, sabaha verəcəm deyir. Yəni belə bugünkü malların qiyməti məsələn bugün 1 manatsa sabah olacaq 1 manat 10 qəpik, 1 manat 20 qəpik olur. Tovuzda isə nisiyə almağı vərdişə çevirənlər də var. Belə ki, ən ucuz məhsulların belə ödənişini ertələmək istəyirlər. Mağaza işçiləri bu barədə tədbir gördüklərini deyirlər. Hal-hazırda ən çox nisiyə alınanlar gündəlik tələbat olunan produktlardır. Məsələn, çörək olsun, gündəlik makaron falan, pesok belə şeylər. Hal-hazırda o qədər də nisiyə buraxılmır. Yəni çox adam alıb qaytarmadığına görə, ona görə maksimum 150-200 arası. Bundan artıq nisiyə buraxılmır. O da baxır şəxslərə də, məsələn, daimi maaşı olan insanlara verilir. Bu dəftərlərin dili yoxdur, amma onlar cəmiyyətin ən acı həqiqətlərini danışır. Nisiyə dəftərləri bir növ borcla dolanışıq arasında sıxışıb qalan insanların mübarizəsidir. Bəs bu səhifələr nə vaxt bağlanacaq? Borclar ödənəcək, yoxsa nisiyə dəftərləri zamanla yeni nəsillərə miras qalacaq?